Hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzi şəxsi kabinetə giriş qaydalarını dəyişdi. Təhlükəsizliyin artırılması məqsədilə bir sıra dəyişikliklər edildi və mən sizə necə parolunuzu dəyişdirməyi göstərəcəm burada. Daxil oluruq Dövlət İmtahan Mərkəzinin saytına. Burada şəxsi kabinet bölümü var. Buraya daxil oluruq. İndi mən bunu telefon üzərindən göstərirəm ki, hər kəs edə bilsin. Burada şəxsi kabinetə giriş var. Buraya toxunuruq. Öz şəxsiyyət vəsiqəmizin fin kodunu yazırıq. İndi mən bura öz finimi yazacağım. Fin kodumuzu daxil etdik. Burada davam et bölümünü sıxırıq. Daha sonra əvvəlki, yəni buraya daxil etdiyimiz parolu yazırıq. Nə parol qoymuşduqsa. Parolu yazdıq və daxil ol bölümünə. Gördüyümüz kimi burada yazılıb ki, xəta baş verdi. Təhlükəsizliyin artırılması və parolun sərtləşdirilməsi ilə əlaqədar yeni şərtlər əsasında parolun dəyişdirilməsi tələb olunur. Buradan bağla bölməsinə daxil olub. Gördüyümüz kimi bizə şərtdə deyir ki, 12-20 uzunluqda, yəni şrift, ən azı bir rəqəm, ən azı bir latın hərfi və ən azı bir simvol daxil edilməlidir. İndi mən məsələn bu cür yazacağım. Parol İlqar Həsən, bura bir belə bir simvol 8142. Məsələn belə yazıram. Sən simvol 8142. Bu cür yazırıq və yadda saxla bölümünə toxunuruq. Artıq bizim parol dəyişdirildi. Qeyd edeyim ki, bu Dövlət İmtahan Mərkəzinin yeni tətbiq etdiyi qaydadır. Sadəcə təhlükəsizliyin artırılması ilə əlaqədardır.